Sokardayam, deməli, sokarda yox, soxardayam. Dedim bir canlı yayım eləyim. Sonra dedim ki, hava isti. Mənim nəyimə lazım? Yarım saat, 1 saat canlı yayım eləyim. Kim üçün eləyirəm bu canlı yayımları, hə? Mən əsas bu canlı yayımları artıq anası, arvadı, qızı qəhbələr üçün eləyirəm. Hikmət Hacıyev başda olmaqla, bax, Şuşada forum keçirdiblər. Güya orada jurnalistlər yığışıbdı. Mənim davam, mənim işimdə əli olanlarlandır. Mənim işimdə əli olanlar, məni şərləyənlərin anasının, arvadının, qızının ağzına verirəm. Bax, Raufdur, baldızını qayıran. Dəfələrlə yazmışam, məni atıb bloka. Və mənim bütün videolarımı izləyir və adım kimi əminəm ki, bu videomu da izləyəcəkdir. Mən neyinirəm, xalq üçün, millət üçün danışım. İndiyənə kimi 5 ildir, 10 ildir sokarlardan video çəkirəm. Xalq oyanır, yox. Xalq hər şeyi bilir, amma susur. Susur, susduqca da bunlar qayrırlar və bizdən oğurlanan pullarla da gedib Şuşada yeyirlər, içirlər, kef eləyirlər, kayf eləyirlər. Xalqı da qoz qoymurlar. Və salam, İlham Əliyev qəhbədir. Özü kimi qəhbələri də yığıb yanına. İstər Hikmət Hacıyev olsun, istər Anar Ələkbərov olsun, istər Əli Nağıyev olsun, bəyləri, Cavid Qurbanovu, Erməni Südəməni. Hamısı peysərdilər. Artıq bunlar peysərliyi alıblar boyunlarına. Ona görə də saatlarla danışmağa heç özümə rəva da bilmirəm. Hayıfdır mənim danışığım. Amma buradan anası, arvadı qəhbələrə deyirəm. Bax, baldızını qayıran Rauf. Məni zamanında şərrəmisən. Qəhbə balası qəhbə. İndi də 10 milyon xalqı şərləyirsən. 10 milyon xalq acdır. Sən qəhbənin balası gedib Şuşada poz verirsən. Mənim sözüm buradan Mirfaşiyədir. Allah Cəlal Əliyevə də lənət eləsin, heç ona rəhmət düşmür. Elə o da qəhbənin balası idi. Heydərin nəslindən olanlar hamısı qəhbənin balalarıdır. Nə olsun ki, o vaxt Mandaloçka deyib, nə deyib? Mən də deyirəm ki, arvadımın ağzına verim. Mənə rəhmət oxuyun, mənə. Aydındır? Mirşahinin də arvadının ağzına verim, Cəlalın da, Heydərin də, İlhamın da. Necədir? Və bunu izləyəcəklər. Şəxsən mən neynəmişəm? Deməli, mən Elşad Məmmədov olaraq Mirşahinə yazmışam ki, Mirşahin, söyüş yaxşı şey deyil, arvadımın dilinin üstünə qutarım. İlhama atam deyirsən, qəhbə mehribana anam deyirsən. Söyüş yaxşı şey deyil. Atıb məni blokka peysər oğlu peysər. İndi də çıxıb deyir ki, söyüş bizim alnımıza yazılır. İlham Əliyev, bax sənin yan yörəndə olanlar, başda olanlar, Rauflar, Mirşahinlər, Hikmət Hacıyevlər. Hikmət Hacıyevin qəhbə arvadı sokarda işləyir. 200.000 paket alır. Sokarda Hikmət Hacıyev, hansı ki, xalqın sevimlisi Hikmət Hacıyev idi. Peşkom ayaqla gedirdi. Nə oldu? İndi yığıb qəhbə balalarını, Mirşahinləri, nə bilim, qəhbənin balası Raufları ora. Hələ biri də var, Razma var. Azərbaycan dilində danışa bilmir. Rusiyada müharibə başlayan kimi qaçdı gəldi, blogerlik eləyir güya. Hikmət Hacıyevlə poz verir. Hikmət Hacıyev arvadımın dilinin üstünə qutarım. Mən 4 il orduda olmuşam, 4 il can qoymuşam. Amma mənə atıblar, xeyr ola. Mən atlası kişi yoxşuyuram, qəhbənin balası. Və sokarların içərisindən arvadlarımızın, qızlarımızın ağzına verirəm. Rauf, qayırdığın baldızıvın, qəhbə arvadımın, mənim puluma İbrahim Nehrəmindən pul alıb tikdirdiyin qəhbə qızıvın dilinin üstünə qutarım. Mirşahin, birinci arvadın, ikinci arvadın, ikisinin də dilinin üstünə qutarım. Bax, ay Rauf, ay Mirşahin, prezidentimizin, vitse-prezidentimizin əlinə verim. Qəhbənin balaları, siz bunu izləyəcəksiniz. Hikmət Hacıyev, qəhbə arvadımın dilinin üstünə qutarım. Qəhbə oğlu qəhbə, bu ömrü bir dəfə yaşayırıq. Siz qəhbənin balaları, sokardan qəhbə arvadın 200.000 paket alacaq, şellənəcək, hə, xeyr ola. Xalq da susur, özünüz bilərsiniz, o sizin xalqınız, susan xalqınız. O da siz. Kimi necə qayırırsınız, özünüz bilərsiniz. Mənim haqqım bərpa olunmayana kimi, imminoy bu sokarların içərisindən arvadlarımızın, qızlarımızın ağzına verəcəm. İlham Əliyev, səni də qeyrətivə soxum, namusuva soxum, olmayan kişiliyivə soxum ki, bax, Rauf kimi, Mirşahin kimi qəhbənin balalarını yanında saxlayırsan. Bütün xalq sənin üzvə tüpürür. Sən gör necə qəhbə adamsan ki, sən gör necə cındır adamsan ki, əqidəsini satanlar, yaltaqlar, götə girənlər hamısı sənin yanındadır. Pü sənin qeyrət və İlham Əliyev. Pü sənin namusu və İlham Əliyev. Sənin prezidentliyivə soxum İlham Əliyev. Sənin lişnə arvadımın, qızlarımın əlinə verim.
Bunu Əlin Ağayevdə izləyəcək, Cavid də, Mir Şahin də, Rauf da, nə bilim, bütün qəhbənin balaları izləyəcək, yenə də peysər atacaqlar. Mənim haqqımı bərpa eləyin, hə? Qəhbə yığını qəhbə. Aydındır İlham Əliyev. Cındır oğlu cındır. Ah, sokarlar. Bu sokarların pulları hara gedir? Qəhbə Leyliyə, qəhbə Arzuya, peysər Heydərə. Xeyr ola. Mən loxa bənzəyirəm. Mən nə sokar pulu istəyirəm, nə dövləti şantaj edirəm. Arvadı qızı qəhbə Cavid Qurbanov. Paşa evlərdən bir dənə qəhbə alan mənə 150 min pul verdi, olmadı. Məndə satılıq bir şey yoxdur. Mənim haqqım İbrahim Nehrəmlidən və qayırdığı bacanağı var ha, bacanağının arvadı. Onlardan alınıb verilməlidir. Zülü İskəndərov, bir də Emin Tağıyevdən. Məsələn, sizinki sizdə, mənimki məndə. Alviderso, soxum sizin forumunuza, soxum sizin dövlətinizə, hakimiyyətinizə, prezidentinizin əlinə verin bu videonu izləyən qəhbənin balaları.